kəsib yolu, gəl sənə qurban olum, səni görmək istərəm. Başı qalda, gəlmişəm dərli halda, səni görmək istərəm. Çiçəyəm gözü yolda, aşıqəm başı qalda, gəlmişəm dərli halda, səni görmək istərəm. Hürmətimdən gizlicən, ondan dinləyəcəm, arzum dönsün sevincə, səni görmək istərəm. Hürmətimdən gizlicən, ondan dinləyəcəm, arzum dönsün sevincə, səni görmək istərəm. Arzum dönsün sevincə, arzum dönsün sevincə, səni görmək istərəm. Arzum dönsün sevincə, arzum dönsün sevincə, səni görmək istərəm. Ürəyim həsrət dolu, ayrılır kəsib yolu, gəl sənə qurban olum, səni görmək istərəm. Ürəyim həsrət dolu, ayrılır kəsib yolu, gəl sənə qurban olum, səni görmək istərəm. Xallarımız hesablanana qədər istəyirik ki, bizim qonaqlarımızdan bir həy yox eləyək ki, xalım daha yaxşı başa salacaq indi. Deməli, çox asan qaydaları var. Bu həy yoxda, bu oyunda hə yox, bəli, xeyr, da, niyet, yes, no, ya, nein, si, heç birində no demək olmaz. Üstəlik çox dinamik cavab vermək lazımdır. Üstəlik də demək olmaz. Olmaz. Hazırsınız? Bəli. Mən Firuzə xanımla həy yoxlaşacam, Cavanşir müəllim Keyxanla həy yoxlaşacaq. Ya Allah, bismillah. Cavanşir müəllimin çox müsbət xasiyyətləri var, yoxsa mənfi xasiyyətləri var? Ən çox hansı təşkil edir? Mənfi, müsbət? Mənfi. Doğrudan? Daha, biz demədi ya, özü dedi. Onu ilə işləmək çox çətindir, çünki nəyə görə? O tələbkardır. Mən desəm asandır, o düz gəlməz. Yəni tələbkardır. Çox. Ona dözmək lazımdır. Ona da dözən ancaq... Həddindən artıq tələbkardır. Firuzə xanım, bəs siz Cavanşir müəllim işlərini qarşırsınız? Çox yox, çünki onu... Çox yox olmaz. Firuzə xanımla burada oyunumuz bitdi, indi görə Cavanşir müəllim bətər olacaq. Hə, yox, bəli, xeyr olmaz, deməyin. Hazırsınız? Bəli. Yox. Hazırsınız? Hazıram. Başlayaq. Kömək elə mənə. Cavanşir müəllim, eşitdikcə maşını almışsınız? Almışam. Çox mübarək. Çox sağ olun. Necə köynə maşını almışsınız? Deyir, mən nə qədər qoca olsam dəyərəm 1000 cavana. Nə markasıdır? Chrysler. Chrysler? Bəli, o maşın. Bəli! Xallarımız artıq hesablanıbdır. İndi biz birazdan biləcəyik ki, bizim sevimli qonaqlarımızdan kim bugünkü verilişin qalibi olubdur. Gəlin səhnəyə çıxaq. Qalibimizi elan etməzdən öncə təşəkkürlərimiz var. Buyur ki, xanım. Beləliklə, bu günləri bu gözəl makyajımı və saç düzümümə görə studiyada çalışan stilistim Samirəyə və vizajistim Gülərə dərin təşəkkürümü bildirəm. Giyimə görə isə dəyişməz ünvan, bu isə giyim dükanına dərin təşəkkürümü bildirəm. Superdir. Təşəkkürüm, sən özün çox gözəlsən. Çox sağ olun. Baxıram, görüm, nəysə, o mənə qofda ola bilər. Mənim təşəkkürlərim var makyajıma və saç düzümümə görə. Estilita 3 salonundan Gülnara, ustam Gülnara dərin təşəkkürlər. Geyimimə görə isə Sahil Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən Arda geyim dükanına şəxsən Aygül xanıma dərin təşəkkürlər. Super görsənsin. Mən bilməzdim, sən gözlərin gözəldir və təbii ki, gələn qonaqlarımıza, hərdən də bizə öz gül payını göndərən sevməniyə dərin təşəkkürlərimiz var. Beləliklə, bugünkü verilişimizin qalibi...
sizdən hədiyyə, bizdən yadigar. Can sağlığını istifadə eləyəsiniz. Bundan başqa kərə ləzzətli möcüzə paket yağları hər ikinizə. Qarşıdan Noruz bayramı gəlir və şəkərli paxlava qoğalın pişirilməsində möcüzə kərə ləzzətli paket yağının əvəzi yoxdur. Şirniyyatlar super olur möcüzə ilə. Siz də möcüzə ilə bişirin ki, hazırlayın ki, süfrələriniz möcüzəli olur. Uzun müddətdə yumuşaq qalır, nuşucan istifadə edin. Bu da son deyil. Verilişimizin baş sponsoru Medistal klinikasından bütün estetik, stomatoloji, üstəlik, plastik əməliyyatlara 50% güzəşt kartı. Buyurun, bu da sizin Cavaş müəllim, bu sizin. Bu da sizin. Teşekkürler Ehtiyac Medistal yoxdur klinikasına. amma lazım olsa gedin gözəlləşin. Üstəlik Hollywood gülüşü istəyirsinizsə, bu yalnız və yalnız Medistal klinikasındadır. Can sağlığını gedin istifadə edin. Buyurun. Çox sağ olun. Təşəkkür edirəm yaradıcı heyətə, rəhbərliyə və sizlərə minnətdaram. Allah qismət eləsin xalqımıza. Yaxşı günlər arzulayıram. Yaxşı günlərdə görüşək. İnşallah. Təşəkkür edirəm. Mən də bütün əziz tamaşaçılarımız, bizi izləyən tamaşaçılar sizə minnətdaram. Çox sağ ol deyirik və bu gözəl verilişin ərsəyə gəlməsində əlbəttə burada çox insanların zəhməti var. Başda Oqtay müəllimdir, Xamis müəllimdir. Əgər bütün pult arxasında olan kamermanlar, bax siz bayaqdan bizə ləzzət verən gənc deyəcəyik, sonra bizim hakimimiz burada, ona da minnətdarlığımızı bildiririk. Sonra bizim... Amma yaman hakimlik eləyir. Sizin ansambınıza dərin təşəkkürümüzü bildiririk ki, bugün gəldilər bizə. Təranə xanıma, o çox əziyyət çəkdi bu neçə günü. Siz ki, bizim canımızsınız da, gözəllər. Təşəkkür edirik. Siz bir səhnəni əski olmasın. Bilirsiniz, necə ki, tamaşaçılar deyir ki, sizə gözümüz öyrəşib, üz göz. Biz də, cəmaatın da sizə üz göz öyrəşib. Təşəkkürlər. Sizin serialı çox sevirik. Üzünüzdən gülüş əski olmasın. Əsas budur. Çox sağ olun. Bax belə. Vəssalam, bugünlük tamam.